Deməli, dəyərli izləyicilərimiz, Billur Uğur Estetik Mərkəzdə qadın pasiyentləri salırlar dırnaq arasında cərrahi otağa və ondan sonra da alayarımçıq keydəndən sonra bilmirəm, hansısa bir kişiciklər də gəlir orada, qapını açır və başlayır həmin lüt qadına tamaşa etməyə. Mən anlamıram, bu estetik mərkəzlərə nəzarət bu qədərmi sıfır dərəcəsindədir, yoxsa necə? Hə, ola bilər, deyə bilərsiniz ki, dırnaq arasındakı estetik mərkəzin rəhbəridir də. O demək deyil ki, lüt soyunan və əməliyyat masasında uzanan, huşu yarı getmiş qadının gəlib hansısa bölgələrdə tamaşa etməlidir. Billur Uğur Estetik Mərkəz qadınların başına oyun açır. Diqqət eləyin, görün orada kim nə işlə məşğuldur? Qadınların bədəni mi satışa çıxarılır? Yoxsa həqiqətən də onların gözəlliyinə bir qədər də gözəllik qatılır? Hansısa bir erkək niyə gəlib qapının ağzında dayanıb lüt soyundurulan qadına tamaşa eləməlidir ki? Azərbaycan səhiyyəsində belə şeylər də var. Var, bəlkə bizim xəbərimiz yoxdur. Bonusdur. Bir üstə gəl bir kampaniyasıdır bəlkə.